Mərkəzi Gömrük Hospitalında artıq ənənəvi hal almış və həftədə bir dəfə adını da cümə seminarları qoymuşuq. Ona görə ki, ənənəvi olaraq bunu cümə günü demək iş vaxtının sonunda keçiririk. Növbəti belə bir seminar keçirildi. İlk öncə onu qeyd etmək istərdim ki, bu seminarların keçirilməsini bizim nəinki təhsil alan həkim rezidentlərimiz, eyni zamanda gənc və gənc olmayan həkimlər üçün çox böyük bir əhəmiyyət daşıdığını vurğulamaq istərdim. Bizim hospitalın rəhbərliyi tərəfindən, eyni zamanda Tibb Xidmət İdarəsinin elmi təcrübə və tədris mərkəzi tərəfindən bu seminarlara da xüsusi diqqət verilir və seminarların mövzuları, ora seçilən mövzular, cəlb edilən mütəxəssislər də yəni xüsusi bir diqqətlə çox ciddi bir seçim aparılır, bunları təyin etmək və nəticəni də görürük. Yəni bugünkü seminar da çox vacib bir temaya, bilirsiniz, kardiologiya və kardiovaskulyar cərrahiyyə bizim hospitalın prioritet bir istiqamətlərindəndir və bugünkü seminarın da mövzusu ürək çatışmamazlığının növləri və bu da nəinki kardiovaskulyar cərrahiyyə, nəinki kardiologiya, eyni zamanda reanimasiya və intensiv terapiya və ümumiyyətlə bütün sahələr üçün çox vacib və gündəlik rastlaşa bilən və eyni zamanda da çox qorxulu bir və hətta ölümcül ağırlaşmalarla yəni nəticələnə bilən bir vəziyyətdir və hesab edirəm ki, bu gün də təqdim edilən bu istər çıxışlar, istər müzakirədə səslənən fikirlər çox vacib idi, çox önəmli idi və həkimlərimizin də, həkim rezidentlərimizin də gələcək işində yəni böyük bir faydası olacaqdır. Çox sağ olun. Mərkəzi Gömrük Hospitalında cümə seminarları çərçivəsində bugün növbəti seminara toplaşmışıq. Bugünkü mövzumuz ürək-damar xəstəlikləri ilə bağlıdır. Kardiologiya və kardiocərrahiyyə şöbələrimizin müştərək bir toplantısıdır. Çox önəmli və tez-tez rast gəlinən, o cümlədən ağırlaşmalara və hətta təəssüf ki, çox ciddi şəkildə ölüm faizini artıran bir patologiya haqqında danışacağıq. Kəskinləşmiş ürək çatışmazlığı, kardiogen şok. Bu cümə seminarlarımız həm həkimlərimizin bilik və bacarıqlarının, səriştələrinin davamlı artırılması üçündür. Eyni zamanda Gömrük Hospitalında artıq uzun illərdir ki, fəaliyyət göstərən həkim rezidentlərin yetişdirilməsi üçün də onların da bilik və bacarıqlarının davamlı olaraq artırılmasına xidmət edir.